buradan evimizə giriş edirik. Buradan təmiz içəri. Həyətdə özün ayaq var. Bizim də ayaq. Orada navesk var içinə, nə bilim, yəni əşyalar yığmaq üçün. Həyət 3 sotun üstündədir. Ev var. Yəni belə bir otaqlı evdir, hamamı, bir içəri zal giriş kimi. Həyəti, evi artırmaq olar. Yəni evi artırmaq üçün imkanı olan insanlar ev artıra bilər. Həyət belədir. Ev bura kukna kimi, yəni bura mətbəxdir, belə deyim. Yeməyə qazı gəlir, suyu gəlir, şirin suyu. Işığı yanır. Işığı hamamdır. Yəni belə hamam, ayaq olsu, yəni evin içində ayaq olsu var, hamamı var. Düzgün. Buradan içəridən yəni belə burada istipeti var. Burada şkaf var, yəni burada divanı var. Şkafı var, şkafın indi içi boşdur. Şkaf var belə, buradan smart bir televizorumuz var burada, şkafı var. Yəni pultalar belə solar. Yəni belə buradan da qapı var. Belə yəni buranı qapı eləmək olur. Sonra içəri artırmaq olar beləcə. Həyəti düşüb məsəl üçün düzəltmək olar. Işığı da hər şey hazırdır buranın. Yəni isti polu da var evin. Yəni buradan da çıxırsan, buradan artırmaq olar həyəti. Promo belə bu tərəfə artırıb evi eləmək olar. Yəni ev bu qədərdir. 3 sotun üstündədir. İdeal vəziyyətdədir. Yəni yeri bütöv özü isti poldur. Hər yeri isti poldur. Evin hər tərəfi isti poldur. Belə.